الحمد لله رب العالمين ألا لعنة الله على القوم الظالمين لا حول ولا قوة إلا بالله العلي العظيم وبه نستعين وهو الموفق والمعين. Bu günləri müqəddəs bir gündür. Həmd və səna olsun mərhəmətli və rəhimli olana ki, Allah bu günləri bizi bu Aşura günü bu məsciddə cəm eləməklə bizə zinət verdi. Və şükürlər olsun Allaha ki, Allah qəlbimizə Həzrəti Hüseynin qəmini saldı. Şükürlər olsun Allaha ki, Allah bizləri Hüseynin vasitəsilə pakladı. Bu günləri müqəddəs bir gündür, bu günləri Aşura günüdür. Bu günləri Həzrəti İmam Hüseyin əleyhissalamın və onun əshabının şəhadətə çatdığı gündür. Amma təəssüflər olsun ki, bu günləri bizlər əyalətimizdə olan çox şəxslər bunu başa düşmürlər. Təəssüflər olsun ki, bu günləri 4-5 kənddir və bu kəndi şükürlər olsun Allaha ki, Allah bir dənə məscid qismət edib bizə. Amma baxırıq ki, bu qədər kənddən, bu qədər cəmaatdan bu məscidə xanım Zəhraya başsağlığına gələn şəxslərə baxır. Yəni çox azdır. Bizlər bunu dərk eləməliyik ki, İmam Hüseyin əleyhissalamın şəhadəti bizim əqidəmizi və dinimizi diriltdi. Bizlər şükür eləməliyik ki, bu günləri İslam ikinci dəfə Hüseyin ibn Əlinin vasitəsi ilə göyərdi. Həzrəti Peyğəmbər səlavatıllahdan nəql olunur ki, ağa nəql edir ki, Aşura günü elə bir gündür ki, o günləri çalışın, bütün fəaliyyətinizi saxlayın. Bütün fəaliyyətinizi saxlayın və mənim balam Hüseynə yaz saxlayın. Mənim balam Hüseynə qəm saxlayın. Ağa nəql edir ki, bu günləri əgər bəzi işlər var ki, istisnadır. Bu günləri əgər kimlər ki, öz ticarətini, kimlər ki, öz işini atıb Hüseyin ibn Əlinin yanına gəlməsə, onun o işində heç vaxt bərəkəti olmaz. Heç vaxt o işdə o bərəkətə çata bilməz. Və ağa nəql edir ki, əgər Aşura günü kimlər ki, Hüseynə qəmlənsə, kimlər ki, Mah-ı Muharrəmdə İmam Hüseyin əleyhissalama qəmlənsə, Allah qiyamətin günü həmən qəmlənən şəxsləri sevindirər. Yəni, Hüseyin ibn Əlinin qəmi o qədər üstün bir qəmdir. Hətta mən bir hədislərin birində oxumuşdum ki, oturun dedi, qapını ört. Həzrəti Məsum nəql edir ki, əzadarın göz yaşlarını yığarlar bir şüşə qabağa, qiyamətin günü onun şəfaətçi olar. Yəni, Hüseyin ibn Əli əleyhissalam üçün bu günləri məclisdə bir stəkan çay belə qoymaq, bu günləri bir süfrə sərmək belə əvəzsiz qalmaz. Çünki Allah təbarək və təala Hüseynə olan sevgini bizə əmr elədi. Yəni, bunu bizə Allah deyir. Yəni, bu heç bir bəşər övladının sözü deyil. Allah təbarək və təala Qur'an-ı Kərimin Şura surəsinin 23-cü ayəsində məvəddət ayəsini nazil elədi. Ki, Qur'an-ı Kərimdə buyurulur ki, قُلْ لَا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْكُبْرَى. Mən sizə risalətimin əvəzində, yəni gör nə deyir Allah, Peyğəmbərə deyir ki, ya Peyğəmbər, decinə, sən 23 il ki, xidmət elədin hamıcana. 23 il ki, Peyğəmbər olduğun 6236 ayə gətirdin. 23 il ki, Peyğəmbər olduğun, decinə, mən bu Peyğəmbərliyini, mən bu risalətimin əvəzində sizdən qohumlarına sevgilən başqa heç nə istəmirəm. Sizdən əhl-i beytimə qarşı məhəbbətdən başqa heç nə istəmirəm. Çünki Peyğəmbər sələvatullah bilirdi ki, Allah təbarək və təala bilirdi ki, onun əhl-i beytinin başına nə müsibətlər gətirəcəklər. Baxın, İmam Hüseyin əleyhissalamın Aşura günü bir sözü var, Yezidin ordusuna deyir, əgər Peyğəmbər Hüseynə və onun ailəsinə zülm eyləməyi vəsiyyət eləsəydi, baxın, diqqət edin. Deyir, əgər Peyğəmbər vəsiyyət edəsiydi ki, mənim balalarıma zülm edin, bundan artıqını eləməzdir.
Görün necə zülm edirlər ki, İmam Hüseyin əleyhissalama. İmam Hüseyin əleyhissalam deyir ki, əgər vəsiyyət olsaydı, bundan artıqını eləməzdi. Görün necə bir zülm olur. Amma Allah Təbarək və Teala Əhzab surəsinin 33-cü ayəsinə baxın, Quran-ı Kərimdir. O bəziləri deyir ki, Quranla danışır. Allah Təbarək və Teala Əhzab surəsinin 33-cü ayəsində deyir ki, İnnəmə yuridullahu yüzhəbə ənkumur rizə əhləl beyti və yutahhirakum təhbira. Allah siz ev əhlinə, o ki Peyğəmbərin ki ev əhli var, Allah siz ev əhlindən hər birisi kimliyi təmizləmək və sizi tamamilə pak etmək istəyir. Şübhəsiz ki, Allah istədiyini edəndir. Şübhəsiz ki, Allah istədiyini qərar verəndir. Görün, indi biz dərk edəyəmin, İmam Hüseyin əleyhissalamın necə zülm olundu? Görün, Allahın ən əziz bəndələrinə necə zülm olundu? Ravi nəql edir ki, İmam Hüseyin əleyhissalamın beşiyin Həzrət-i Cəbrail eləyərdi. Baxın, Həzrət-i Cəbrail eləyərdi. Həzrət-i Hüseyin ibn Əlinin boğazından Peyğəmbər öpmüşdü. Görün, Peyğəmbər öpən boğazı necə kəsdilər. Bu günləri biz bunları bilə-bilə hər il Aşurada danışılır. Bu günləri belə deyim, internet əhatəsinin genişləndirilmiş formasında yaşayırıq, zamanəsində yaşayırıq. Biz hər dəfə bu günləri sosial şəbəkələrdə bunların hər birini eşidirik və biz bunları bilə-bilə bu günləri gəlib İmam Hüseyin əleyhissalamın əzasına gəlmiyor. Bugün biz bir gecəmizi İmam Hüseyin əleyhissalama ayırmırıq. Amma baxın görün, Hüseyin ibn Əli bizim üçün nə vardı? Hüseyin ibn Əli bizim üçün çox şey elədi. Yəni Hüseynin qiyamının mahiyyəti dərk olunmayacaq qədər önəmlidir. Ki, Həzrət-i Peyğəmbər sələvatullah buyurdu ki, mənim gətirdiyim din ikinci dəfə göyərəcək. Mənim gətirdiyim dinim mənim balam Hüseyin ibn Əli göyərdəcək. Bu günləri insanın mənəvi ehtiyaclarına diqqət eləsək, hələ özümüzə diqqət eləsək, Allah bizi şükürlər olsun Allaha ki, bütün xəlq olunanlardan uca yaratdı. Allah bizi bütün varlıqlardan uca yaratdı. İnsan özü öz mahiyyətinə diqqət eləsə, bu günləri Hüseyin ibn Əlinin qiyamının mahiyyətini başa düşər. Biz başa düşməliyik ki, Hüseyin ibn Əli niyə qiyam elədi? Baxın, insanın mənəvi ehtiyacları bəzi vaxtlar biz elə bilirik ki, bu elə Allahın ehtiyaclarıdır. Ki, Allah bizə deyir ki, mənə ibadət elə, Allah bizə deyir ki, infaq elə, Allah bizə deyir ki, oruç tutun. Biz elə bilirik ki, Allahın özünün ehtiyacıdır, Allah bizdən bunu tələb edir. Amma əslində elə deyil. Allahın bizə verdiyi göstərişlər və verdiyi tələblər insanın özünün ehtiyacıdır. Allah ehtiyacsızdır. Həzrət-i Peyğəmbər səlavatıllahdan belə bir hədis var ki, Allah bütün varlığın, bütün məlakutun, bütün inni və cinninin ehtiyaclarını versə, Allahın mülkündən milçəyin qanadı qədər belə azalmaz. Yəni, Allah o cür ehtiyacsız varlıq. Baxın, Allah ki bizə deyir, biz füruyuduna baxırıq da, Allah ki bizə deyir ki, namaz qılcına, Allahın tələbi ki bizdən namazı, əslində o bizim özümüzün ehtiyacımızdır, bizim mənəvi ehtiyacımızdır ki, insanın ruhu namaza məsələn ehtiyaclıdır. Ağa Rəsulullah deyir ki, namaz sizin müsəlmançılığınızın sütunudur. Namaz əs-səlatu əmududdindir. Namaz dinimizin sütunudur. Deyir, əgər istəyirsiniz ki, necə ki evlərinizi ayaq üstə saxladınız sütunlarla, necə ki bəzi dayaqları qoydunuz ki, məsələn, navisiniz ayaq üstə qalsın, sizin də dininizin sütunu namazdır. İstəyirsinizsə ki, sizin dininiz ayaq üstə qalsın, sabit qədəm olsun, müsəlmançılığınız gözəl olsun, çalışın namazlarınızda diqqət edin. Necə ki, Quran deyir. Quran deyir ki, Müddəssir surəsinə diqqət edin ki, cənnət əhli cəhənnəm əhlindən soruşar.
Cənnət əhli cəhənnəm əhlinə sual verər. Mə sələkum fi səqar. Sizi cəhənnəmə salan nə idi? O hansı əməl idi ki, siz onu etmədiniz, gəldiniz, cəhənnəmə düşdünüz? Cavabında deyərlər ki, qalu lən nəku, onlar dedilər, qalu lən nəku minəl musəllin, bizlər namaz qılan deyildik, bizlər yetimi doyuzdurmazıq, bizlər və ağa təfsirdə çox şey yazılır. Əllamə Təbətəbai təfsirdə çox şey yazır ki, Allah Təbarək və Teala bunun qissəsində çox şey əlavə elədir. Ki, o şəxslər ki, yetim doyuzdurmazlar, o şəxslər ki, onun arxasıca danışarlar, o şəxslər ki, yaxşılığı etməzlər, amma pisliyi edərlər. Baxın, məsələn, Allahın tələbində bizim mənəvi ehtiyaclarımızdan Allah tələb edir ki, oruç tutun. Əslində, bu Allahın oruç tutmaq tələbi bizim özümüzün ehtiyacımızdır ki, bugün əgər hər kəs Ramazan ayı oruç tutsa, bugün əgər hər kəs oruç tutsa, varlı ilə kasıb bir olar. Necə ki, Həzrəti Yusuf Misirdə varlı ilə kasıbı bir elədi. Baxın, bu günləri hər kəs oruç tutsa, acın qədri bilinər. Fikirləşər ki, məsələn, qonşum acdır, fikirləşər ki, əyalətimizdə filan kəs acdır. Və bu qissələrlə növ ta ki gəlirik, Allah əmr edir ki, zəkat verin, xümus verin və bu da özümüzün xeyrimizdir. Bu günləri hər kəs buğda əkirik, arpa əkirik, onun zəkatını versə, və yaxud da ki, bəzi malımızın zəkatını versiyik, ehtiyaclığı aradan qalxacaq. Və Allah Təbarək və Teala necə ki, əmr edir ki, əmr bir məruf edin, yaxşılığa dəvət edin və nəhy edin və pislikdən cəmaatı çəkindirin. Baxın, məsələn, mən oradan ustadlardan bir dəfə biri nəql elədi ki, dedi ki, onun İmam Hüseyin əleyhissalamın vacibatlara olan diqqətinə baxın. Vacibatlara olan diqqətinə baxın. Ağanın övladlarını öldürdülər, ağanın övladlarını şəhadətə çatdırdılar. Əli Əkbər kimi bir cavanı şəhadətə çatdırdılar. Ağanın balaca Əli Əsxərin balaca körpəsinin qucağında oxladılar. Amma ağa bu qədər şeylərə rağmen Kərbəlada əmr bir məruf edirdi. Cəmaatı yaxşılığa dəvət edirdi və nəhy-əz münkar edirdi və cəmaatı pislikdən çəkindirirdi. Nəhy edirdi ki, ay cəmaat, yoxdurmu bir kəs mənə kömək eləsin, yoxdurmu haqqı qəbul eləsin? Və bunun minvalında necə ki, Allah Təbarək və Teala təbəlla və təbərranı bizə göstəriş elədi. Allah Təbarək və Teala təbəlla və təbərranı bizə göstəriş elədi. Yəni, Allah dostları ilə dost olun. Allah düşmənləri ilə düşmən olun. Cəmaatın bəhbəhinə allanmayın. Baxın, Kərbəlada İmam Hüseyin əleyhissalamın qiyamında bu təbəlla və təbərraya qoyulan diqqətə baxın. Bu günləri Allah dostu ilə dost olanlar, İmam Hüseyinlə dost olanlar, bir ömür boyu xatırlanacaqlar, bir tarix boyu xatırlanacaqlar. Allah heç vaxt icazə verməz ki, öz nəfsin tapdalayıb Hüseyin ibn Əli ilə bir yerdə olanlar heç vaxt unudulsun. Bu cəmiyyətimizdə də belədir. Əgər ki, biz təbəlla və təbərraya, yəni əgər hər kəs Allah dostu ilə dost olsa və kim ki pis iş görür, kim ki zahirdə günah edir, onlara öz mənfi rəyini bildirsə, bu günlərə Allah o şəxsləri ucaldar. Allah bizləri hidayət olanlardan qərar versin inşallah. Allah bizləri İmam Hüseyin əleyhissalamdan ayrı salmasın. Necə ki, Həzrəti Peyğəmbər buyurdu ki, Hüseyin nicat gəmisidir, Hüseyin hidayət çırağıdır. Allah bizləri bu gəmidən kənar düşənlərdən eləməsin inşallah. Ağa İmam-ı Zamanın zuhurunun təcil olmadığından ötürü Peyğəmbər Ali Peyğəmbəri ucalı bir salavat.